xanımdır, evladı var evdə. Soruşduq, dedi doktor uşaq istəmirəm. Və hal-hazırda sadə küretajla, vakuum aspirasiya ilə uşaqlıq boşluğunda 14.5-in 10 milliyə böyük bir ölçülü polipimiz var. Poliplər balaca olanda bəzən aybaşda tökülür, amma böyük ölçülü poliplər mütləq götürülməlidir və kistologiyaya mütləq göndərəcək. Çünki ölçüsü həm kifayət qədər böyükdür və eyni zamanda uşaqlıq boyunu güzgü baxış elədi. Uşaqlıq boyunu erozif sahəsimiz var, infiltrativ iltihabı axıntımız var. Yəni, məsləhətli yolu bu nədir? Əgər hamiləlik istəmiriksə, birinci eroziyan qəşəng müalicəsini eləyək, HPV-ni təyin eləyək. Gördük, əgər bizə bir qorxu, bir durumumuz yoxdur, infeksiyanı məhv eləyəndən sonra, müalicəsini eləyəndən sonra uşaqlıq daxili qorunma vasitəsi olan spiralı yerləşdirək. Ən düzgün yolu odur. Çünki hər dəfə hamilə qalan, hər dəfə misal abort elə və yaxud da dərmanla uşaq salmalar orqanizmin həm hormonlarına təsir edir, həm də o dərmanlar dəfələrlə mən demişim, uşaqlıq boyunu isladıb qoyursunuz. Onlar uşaqlıq boyununda görsən eroziyaların yaranma səbəblərindən biri ola bilər. Ona görə ən düzgün yolu təbii ki, müalicədən sonra spiralın qoyulmasıdır. Erdiyev vakuumdan polipi götürüb, polipimiz böyükdür. Bizim içində isə bütöv fərqli şəkildə götürdük. Hal-hazırda boşaldacaq, sonra da aparatla, atsosla cibini soğurma yolu ilə təmizləyəcək. Xanım onsuz da ailə, yəni evladı var, hamiləli istəmir, amma yuboy bir polip, yad törəmədir, əlavə törəmədir, xoş xassələr olsa şişdir. Amma biz mütləq histologiya göndəririk ki, arxain olaq ki, sonradan hansısa bir fəsadla qarşılaşmayaq da ona görə. Çünki bu dəqiqə öz birisi onkoloji proseslər çox yayılıbdır, avam bilmir, uşaq bilmir. Ona görə hər bir yad törəmə, kandilom oldu, nə bilim, ətxal oldu, papillom oldu, hər bir şey mütləq patologiyaya göndərir mütləq. Və hal-hazırda yerini vakuumdan da, aksosla da təmizləyirik. Olur ki, yerində xırda qan vaxtaları falan qalır. Yəni, bu bizim köhnədən öyrəndiyimiz üsuldur. Təzə üsullar da var, çox hörmətlə yanaşır. Yoxsa maddiyyət baxımından ki, biraz onun maddiyyəti bahadır, hər xəstənin ona imkanı olmur. Amma hansı hallarda ki, məcburidir, misal üçün, ölçüsü böyükdür, amma doğmamış vaxtdadır və yaxud da boruların yoxlayacaq, yəni sonsuzluq səbəbləri var, onda qisteroskopiya qızılsılar var. O heç olur, başqa məsələdir. Amma kimdə ki, sadə polipdir,